Müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. Bugün TV xəbər verir ki, Prezident İlham Əliyev ümumi təhsil haqqında qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb. Bundan əlavə, ölkə başçısının imzaladığı fərmana əsasən Nazirlər Kabineti müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləğini 3 ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.